Can, necəsiz? Quba yox, Zərdab rayonundan ha. Zərdab, könül üçün siz Qubadasınız. O deyir sizin üçün. Ay könül çaşdın, canım mənim. Ay müəllim. Can. Gözlərlə qurban olum, çoxdandan danışmaq istəyirdim sizdən, indi bilən kontrol satmaq. Biz zəng vurarıq sizə. Allah razı olsun, Allah razı olsun. Sizin yerinizi izləyirəm, baxıram tələtirə. Aşağıda da düşənmalar, toyluğanəsə da kəs yeridir. O Əminə xanıma təşəkkür eləmək istəyirəm, geyiminə görə elə bax. Hansı Azərbaycan o istəyər ki, məsələsinin pis vəziyyətdə geyinsin, sıxsın etirə. Əminə xanımı görəndə varıma baxıram. Yenə də sizə də Allah rızaq eləsin, Allah razı olsun ki, yaxşı mövzulara toxunursunuz. Anam, sizcə geyim, üzr istəyirəm, anam, bacım, indi yaşınızı məndən az ola bilər olsun. Sizcə geyim... 500 yaşım var. Neçə? 105 o rəsimi dedi, sonra uzaqda elimdə yatmışam, sıxlıqda başqa Nə görüntülər verirsiniz? 67 yaşı var. Allah sizə var eləsin. Sizcə geyim əxlaq ölçüsüdür? Mənə gəlir ki, Azərbaycanın namuslu qiliyyəti alır. Azərbaycanın namuslu qiliyyətli, analarına canım qurban. Amma o qədər bağlı qadınlar görmüşəm, geyinib ki, Kamran Bey də deyər. Onlar yalandan bunu eləyiblər. Bax, bu günləri Mehriban istəyib belə giyinib, Niqa, Kamran da deyir, onu Niqa deyir, Niqa belə giyinib, Əminə belə giyinib. Amma inanın, o qədər ətəyi yerdən süpürülən müğənnilər görmüşük ki, verilişdən sonra 1000 oqqadan çıxıblar, inanın mənəm. Sağ olun.